Təhsil sistemimizdə kolleclər çox zaman bir seçimdən çox bir məcburiyyət kimi qəbul edilib. Universitetə balı çatmayanların üst tutduğu təhsil pilləsi kimi görünən kolleclər əslində peşə yönümlü kadr hazırlamaq məqsədi daşıyır. Lakin illərdir bu mərhələni bitirənlərin qarşılaşdığı əsas sual dəyişmir. Kollec diplomu niyə tam keçərli hesab edilmir və məzunlar niyə yenidən ali təhsil almağa məcbur olur? Burada əvvəla bizdə cəmiyyətin kolleclərə yanaşma tərzi fərqlidir. Biz düşünürük ki, açıq desək, tələbə universitetə qəbul olmadısa, bir kollec diplomu da olsa, olsun. Yəni bu evdən, cəmiyyətdən gələn bir yanaşmadır. Sonra da təbii indi belə götürsək, universitetdə bitirib o qədər iş tapmayan, işsiz olanlar var ki, onlara nəzərən, yəni kolleci bitirib iş tapmamaq da normaldır ki, biz elə bil sanki verdiyimiz təhsillə aldığımız diplom bir-birini tarazlamır. Kolleclərdə müəllim ixtisasını ləğv etmək əvəzinə biraz daha aşağı profilli müəllimlər yetişdirib, onları məktəblərdə əsas müəllimin yanında köməkçi müəllim, assistent müəllim olaraq işə götürə bilərik. Yəni belə bir təcrübə tətbiq etmək olar. Bu mənim öz şəxsi fikrimdir. Öz üzərində işləmək istəyən müəllimə, pedaqoq harda olsa, istəyir kollecdə olsun, istəyir məktəbdə olsun, istəyir bağçada olsun, öz üzərində çalışacaqdır. Məsəl üçün bizim kollecdə sosial iş ixtisası var. Bu ixtisası bitirənlər əlbəttə ki, müəllim yetişmirlər və ona görə onlar bir çox sahələrdə, yəni cəmiyyəti maraqlandıran, cəmiyyəti narahat edən bir çox sahələr üzrə fəaliyyət göstərə bilərlər. Bunlar üçün ali təhsilin olmağı o qədər də vacib deyil. Kollec tələbələrimiz bu sahə üzrə müxtəlif instansiyalarda, müxtəlif yerlərdə işləyə də bilirlər, fəaliyyətlərini davam etdirə bilirlər. İş tapmaqda necə? Məzunlar çətinlik çəkirmi, yoxsa necə? Bəli, bu problem var. İş tapmaqda həm musiqi ixtisasına yiyələn tələbələr, həm məktəbə qədər təhsil ixtisasına yiyələn tələbələr, elə sosial iş ixtisasına yiyələn tələbələr də çətinlik çəkirlər. Tələbələrin çoxu deyir ki, kollec onlara nəzəriyyədən çox peşə bacarığı verir. İş tapmaq məsələsinə gəlincə, mənzərə biraz fərqlidir. Həm balım çatmadı deyə, yəni ki, universitetə vermək fikrində idim. Təbii ki, məqsədimdən biri də elə ali məktəbə qəbul olmaqdır. İnsan istədikcə, yəni ixtisasında öz işində tapa bilər. Buranı bitirdikdən sonra universitet istəyirəm. Çünki magistr bitirməkdə istəyirəm və özümü daha çox inkişaf etdirmək istəyirəm. Gələcəyim professional sosial işçisi olmaq istəyirəm. Xeyr, sosial iş çox geniş bir yayılmışdır və məncə iş tapmaqda çox asan olar. Məsələn, banklarda, asan xidmətlərdə məncə çoxdur iş. Necə düşünürsən ki, bax buranı bitirdin, gələcəkdə iş tapmaqda sənin üçün çətinlik yaranmır? Yarana da bilər, yaramaya da bilər. Bunun bir çox səbəbləri var. Məncə universiteti seçsək xeyir yaramayacaq. Çünki ixtisaslı bir mütəxəssis olmaq istəyirsənsə, universiteti seçməlisən. Yəni ən böyük addımdır. Kollec bitirən tələbə mütləq deyil ki, bakalavr təhsili alsın. Sadəcə mən istəyim oldu ki, mən magistr tələbəsi də olum. Ona görə davam etdirmək istəyirəm. Amma ki, kollec diplomu ilə də biz buradan bitirib işə qəbul ola bilərik. Yəni iş tapmaqda çətinlik var. Xeyr, bəli, universitetdə təhsil almağı düşünürəm. Marina, necə düşünürsən? Buranın diplomu, yəni əmək bazarında iş tapmaqda çətinlik yaratması, məsələn, buranı bitirmisən. Səncə iş tapmaqda çətinlik yaranarsa? Biraz olar əslində, amma ki, hansı ki, kurslara gedərək, özünü inkişaf elətdirərək məncə tapa bilərsən. Mövzu ilə bağlı təhsil mütəxəssisi Qoşqar Məhərrəmov məsələyə belə münasibət bildirdi. Verilən təhsilin bazarın tələbinə uyğunluğu, müəllimlərin hazırlığı, infrastrukturun yenə də bazarın tələbinə uyğun peşə qazandırmağa uyğun olması, bunlar əsas aparılması lazım olan islahatlardır. Bunun üçün məktəblər, həmin müəssisələr, kolleclər, fiziki infrastrukturu bir mənada islah olunmalıdır, müəllimlər islah olunmalıdır, islahatlar bir mənada transformasiya olunmalıdır. Bununla artıq həmin müəssisələrdə keyfiyyətli təhsildən söhbət gedə biləcək. Bugün kollec nə uğursuz yol, nə də son təhsil mərhələsidir. O sadəcə başlanğıcdır. Başlanğıcın uğurlu olması üçün tələbə bacarıq qazanmalı, təhsil müəssisəsi isə bu bacarığı müasir standartlara uyğun formalaşdırmalıdır. Təhsil sistemində kollec pilləsi düzgün dəyərləndirilərsə, o zaman məzun diplomunun keçərli olub olmaması sualı da gündəmdən düşər.